Kəmə qalə Teala. Sonra şeyx buna dəlil gətirir. Deyir, necə Allah subhanahu və teala buyurur: "Və laqad ba'asna fi kulli ummetin rasula." Biz hər bir ümmətə rəsul göndərdik. Nə üçün? Ona görə ki, "Ən i'budullaha və ictenibut tağut." Ona görə ki, qoy onlar öz qövmlərinə xatırlatsınlar ki, Allaha ibadət edin və tağutlardan, yəni Allahdan qeyri ibadət olunan hər bir şeydən uzaq dursunlar. Və sonra isə şeyx burada bir məsələyə toxunur. Deyir ki, "Və kullu rasulin yaqul." Bütün rəsullar öz qövmlərinə bu sözü deyiblər, deyir şeyx. Hansı sözdür? "Əvvələ mə yuxatibu qavməhu." Yəni qövmlərinə ilk dəfə xitab edəndə dedikləri ilk şey qövmlərinə bu olub bütün rəsulların. Hansı sözdür? Və o da şeyx burada ayəni gətirir. Deyir ki, "U'budullaha ma lakum min ilahin gayru." Allaha ibadət edin, sizin ondan başqa ilahınız yoxdur. Və şeyx deyir ki, bu bütün rəsulların sözüdür. Öz qövmlərinə ilk dəfə xitab edəndə bu sözlə xitab ediblər.